Heydər baba göylər bütün duman deyib. Günlərimiz bir-birindən yaman. Mən tağut zamanından təşk oxuyuram. Mənim dədəm apaydı qoydu fəhşə. İşsabıma dedi, əti sənin, sümüyü mənim. Məni qoydu. O zamanlar sənət yox idi, bir fəhş idi. Bir dəmirçi idi, bir fəhşçilik idi. Apaydı qoydu, dedi, əti sənin, sümüyü mənim. Mən bu ilməyə o zaman öyrətmişəm, kötəksizliğini öyrəşmişəm. Diyor, bu fəhşi də toxuyam, qaliçədir. 1 metr 40 ənidir, 2 metr də borudur. Bunu biz bir ildə təkimə toxuyam. Diyor, təkimə toxuyam. Gümüş, üstsüz düşməz. Apayım xanavadəmin başını saxlayam. Bundan geçiniyəm. Amma mənim 10 milyon bu fəhşdə düşməyib. Təkimə də işləyəm.